Bugünkü Qusar səfərimizin ilk ünvanı şəlalə oldu. Səhər oteldən yenicə çıxmışdıq ki, balaca Hilda yolda şirin-şirin yuxuya getdi. Bəxtimizdən şəlalə çox da uzaq değildi. Biz də fürsəti qaçırmadıq. Nilayı da götürüb rahatca şəlaləyə qalxdıq. Qusarın Əkiz şəlaləsi Böyük Qafqaz dağlarının ətəyində yerləşən Azərbaycanın ən gözəl təbiət möcüzələrindən biridir və xüsusilə Laza kəndi ərazisində yerləşir. Əkiz adlanmasının səbəbi iki paralel axan su şırnağının yan-yana qayalıqlardan tökülərək aşağı axmasıdır. Uzaqdan baxdıqda bu iki axar bir-birinə bənzədiyi üçün əkiz təsiri yaradır. Şəlalələr qayalı dağ yamacından axır və 10-15 metr hündürlükdən aşağıya tökülür. Yay aylarında daha bol su ilə axır. Qışda da donaraq buz sarkıntıları yaradır və qeyri-adi mənzərə təqdim edir. Suyun səsi, soyuqluğu, düşdüyü yerdə yaratdığı sərinlik yayda çox cəlbedici olur. Laza şəlalələri fotoqraflar və səyahət sevənlər üçün möhtəşəm təbiət fonudur. Biz də burada çəkilişlərimizi edib bolluca şəkillər çəkdikdən sonra biraz da irəliyə, yuxarıya doğru hərəkətə başladıq. Nilay, baxmadın maşında? Yox. Neynədin maşında? Baksana bir. Yemək yedin? Oo, nuş olsun. Ev yok, sen çek. Gəzmancıq olsun. Çek. Şəlalədən biraz da yuxarı qalxanda qarşımıza açılan mənzərəni sözlərlə izah etmək mümkün değildi. Dağlar, buludlar, sərin hava və tam səssizlik. Sadəcə biraz dayandıq və təbiətin sehrini duyduq. Bu gözəllikləri görmək üçün şəkillər, videolar yetərli deyil. Gəlib yaşamaq, nəfəs almaq və hiss etmək lazımdır. Uşaqlarla birlikdə o təmiz havanı ciyərlərimizə çəkdik, mənzərədən doya-doya zövq aldıq. Uşaqlarla səyahət çox zaman gözlənilməz anlarla dolu olsa da, belə anlarda hər şeyə dəyir. Ürəyimiz dolu, ruhumuz dincliklə geriyə döndük. Videomuzu bəyəndinizsə, şərh yazıb paylaşmağı unutmayın. Biz artıq növbəti macəralar üçün yoldayıq. Bugünlük də bu qədər.